Kimisi gülür, kimisi ağlayır, kimisi də valideynindən ayrılmaq istəmir. Bugün Azərbaycan Ümumi Təhsil müəssisələrində bilik günü qeyd olunur. 130 mindən çox şagird ilk dəfə olaraq Salam məktəb deyir. Biz də bilik gününə şahidlik etmək üçün Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdəyik. Bu məktəb üçün bugün 2 qat bayramdır. Çünki məktəb ilk dəfə təmirdən sonra öz qapılarını müəllim və şagirdlərin üzünə açır. Biz də Təhsil TV komandası olaraq bütün təhsil ictimaiyyətini bilik günü münasibəti ilə təbrik edirik. Bugün biz çox sevincliyik. Bizə 2 qat bayramdır. Həm məktəbimizin açılışı, həm də mənim bugün ilk ibtidai sinif müəllimi olaraq, yəni bu uşaqlarımı qəbul etməyim, ilk dəfə məktəbə qədəm qoymaqlarınızı qeyd edirik. Çox istəyirəm ki və elə bilirəm ki, bu sinifi də əvvəlki siniflərim kimi uğurla başa vurub 5-ci sinifə yola salacağam. Ölkə ərazisində 3500-dən çox məktəb ya yenidən tikilmişdir, ya əsaslı təmir edilmişdir. Görülən bu işlərin nəticəsində 1.200.000-dən çox şagirdimizin tədris və təlim keyfiyyəti yaxşılaşmışdır. Qarabağda işğaldan azad olmuş ərazilərdə bizim 25 ümumi təhsil məktəbimizdə 3000-dən çox şagird təhsil alacaqdır. Sumqayıt şəhər 36 nömrəli məktəb bilirsiniz ki, uzun illər yaxşı şəraitdə olmayıb, hətta qəzalı vəziyyətə də düşmüşdür. 2023-cü ildən burada təmir işləri aparılır. Bugün bu müəssisə öz qapılarını 1100-dən çox şagirdə açır.